Etiraf elə ki, kanalın özünün bir siyasəti var. Nikahın pozulması çox sadə prosedurdur. Boşanmada biz nikah ləğvini qoymuruq heç bir zaman. Bunu qanunvericilik tənzim eləmir. Mediasiya xidmətindən daha çox məmun qalırlar, nəinki məhkəmədə. Bu vaxtı. Buna necə müəyyən edirlər? Bunun kriteriyaları nədir? Az yaşlı uşaqlara, yəni bunların ümumiyyətlə məsəl üçün iştirakı olurmu mediasiya prosesində? Ən böyük stres elə övlad olur da, övlad üçündür. Tərəflərin razılığa gəlməsi üçün bütün tədbirləri görsün. Qanun qaydanın efiri artıq bitdi. Biz də hər zamanki kimi rubrikamızda davam etdirməyə qərara verdik və çox dəyərli həmkarlarımı, ekspertlərimizi rubrikanın efirində də dəvət eləmişəm. Qanun qaydanın bugünkü mövzusu boşanma idi və bilirik ki, aktual məsələdir. Cəmiyyətdə daimi belə çox şaxəli fikirlər yaradır, mübahisəli mövzuya əsas olur. Mən niyə bu rubrikanı yaratmışam, əziz qonaqlar? Çünki YouTube-dan rahat subyektiv fikirləri ekspertlərin izləyicilərimizə çatdırması, hər bir hala yanaşmasını, mövqeyini və bəzən çox dəyərli ekspertlərimiz bəzən də qanunvericiliklə olan boşluqları və s. bunları dilə gətirirlər, müzakirə edirlər. Çünki etiraf elə ki, kanalın özünün bir siyasəti var. YouTube-da bu hallar mövcud olmadığına görə biz rahat öz subyektiv yanaşmamızı paylaşa bilirik. Bugünkü verilişimizin mövzusu bitdikdən sonra studiyamızda rubrikamızı davam elətdirim və mənim ilk sualım hər ikinizədir. Əslində ikinizin də yanaşmasını, subyektiv fikrini öyrənmək istəyirəm. Sizcə bilirik ki, statistikaya görə hal-hazırda Azərbaycanda boşanmaların sayı həddindən çoxdur. Bir hüquqşünas kimi, vəkil kimi bu məsələ nədən qaynaqlıdır? İstəyərdim hər ikinizin fikrini alam. İlkin Elmə müəllim, sizin fikrinizi alaq bu barədə. Nikah pozmaların, yəni siz boşanma deyirsiniz əslində, Bəli. Nikaha xitam verilməsi, nikahın pozulması, mən qeyd etmək istəyirəm ki, bunlar sinonim ifadələrdir. Ümumiləşdirsək elə boşanma kimi də xarakterizə eləmək olar. Boşanmaların sayının artmasının bir sıra səbəbləri var. Məsələn, bunlara nəyə aid eləmək olur? Bu təbii ki, mənəvi tərəfləri var. Bəzən görürsünüz burada maddi keçimsizlikdə, maddi imkanlarda gətirib buna çıxır. Valideynlərin müdaxiləsi. Yəni, mən öz təcrübəmdə rastlaşdığım işlər əsaslanaraq bunu deyə bilərəm. Amma çox mühüm bir məsələni qeyd eləmək istəyirəm və xüsusilə vurğulamaq istəyirəm ki, nikah pozmalar Azərbaycan Respublikasında ümumiyyətlə keçmiş Sovetlər Birliyi, Sovet İttifaqı dövlətlərini, bugün müstəqil dövlətlərdir. Bunların demək olar hamısında nikahın pozulması çox sadə prosedurdur. Siz təsəvvür edin ki, boşanmaq digər ölkələrdə çox çətin bir prosedurdur. Bəli, illərlə çəkir o prosedur. Bəli, çox çətin, oradan çox sayda şərtlər müəyyənləşdirilib, nikah pozmanın, boşanmanın əsasları müəyyənləşdirilib, səbəbləri müəyyənləşdirilib. Mən misal gətirə bilərəm Türkiyə Respublikasından. Məsələn, Türkiyə Respublikasında nikahın pozulmasının, boşanmanın səbəbləri var. Türk Mədəni Qanunudur, o münasibətləri tənzim edən qanunvericilik. Orada boşanmanın səbəblərindən birinci yerdə zina dayanır. Bizim dildə desək, yəni xəyanət. Bəli. Sonra həyata qəsd etmədir, ləyaqətə toxunma məsələləridir. Məişət zorakılığı. Tərk etmə bir anlayışı var orada. Evliliyin sarsılması adlandırırlar. Bu səbəb kimi bunları göstərir bu qanunvericilik. Bizdə səbəb yoxdur. Bizdə nikahın, boşanmanın əsası yazılır bir cümlə, tərəflərin ərizə verməsi. Yəni, ər-arvadın, ya ərin, ya arvadın, ya da hər ikisinin ərizə verməsidir. Bu artıq əsasdır ki, nikah pozulsun. Ümumiyyətlə, məhkəmə araşdırmır səbəbi. Heç onların Var elə bir 20-ci maddə var Ailə Məcəlləsində, açıq deyikdə, 20-ci maddədə göstərilir ki, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyünü müəyyən edən məhkəmə müəyyən etdikdə nikah pozulur. Yaxşı, müəyyən etmədikdə nə olur? Məsələn, valideynlərin təzyiqindən gedirlər nikahın pozulmasına. Bəli. Bəlkə də istəmirlər boşansınlar. Lakin bu valideynlər təzyiq göstərir. Olur da praktikada belə şey. Bəli, çox olur praktikada. Onda belə çıxır ki, elə ərizə verirlərsə, bu kifayət edəcək. Məhkəmə nikah pozma haqqında iddianı rədd edə bilər. Bizdə var qanunvericilikdə belə bir Xeyr. müddəa. Rədd etmək mümkün deyil. Bu 3 ay çəkirdi, 3 aydan da artıq çəksin. Bu 3 ay dispozitivdir. Yəni imperativ deyil. Hakim bunu
Bu 3 ayı barışmaq üçün bu vaxtı verə bilər. Müddəti verə bilər. Verə bilər. Elə də yazılır. 3 ay vaxt verə bilər, təxirə sala bilər məhkəmə iclasını. Amma maraqlı məqam nədir? Bir qayda olaraq 3 ay verilir. Əgər tərəflərdən biri razı deyilsə. Amma 3 ay başa çatanda təkid eləsə nigah pozulur, boşanılır. Bəs sizcə səbəb nədədir? Bax bu nigahların ləğvi səbəb daha çox. Mən sizə deyim. Əgər mən hüquqi aspektlərə çox toxunmaq istəyirəm. Buna qədər bu toxunulmayıb da. İndi açıq şəkildə mən deyəcəyəm ki, bizim ailə qanunvericiliyi təkmilləşdirilməlidir. Ciddi şəkildə mən də həmfikirəm. Ümumiyyətlə mən düşünürəm ki, çox ciddi şəkildə bir işçi qrup yaradılmalıdır. Bu məcəllələrin üzərində işlənilməlidir. Ailə Məcəlləsi, Azərbaycan Respublikasının Ailə Məcəlləsi 99-cu ildə qəbul edilib. Rusiya Federasiyasının, bax bugünkü gündə müstəqil dövlətdə Rusiya Federasiyası, onun Ailə Məcəlləsi isə qəbul edilib 95-ci ildə. Bizim məcəllə ilə, daha doğrusu bizim məcəllə Rusiya Federasiyasının Ailə Məcəlləsinin eynisidir. Demirəm, oxşuyur, eynidir. Açıb hər iki məcəlləyə baxsaz görəcəksiniz ki, eynidir. İndi məsələ nədir? Nigah pozulmaları, nigah xitam verilməsinin səbəblərini biz araşdırırıqsa, indi onun mənəvi tərəfini psixoloqlar deyə bilər ki, bu niyə bunlar boşanırlar? Və yaxud bununla bağlı bu işlə məşğul olan digər mütəxəssislər, sosioloqlar deyə bilər və s. Amma mən bir hüquqşünas kimi deyirəm ki, nigaha daxil olan şəxslər bilməlidirlər ki, bu ciddi bir institutdur. Məsələn, bir misal gətirim. Türkiyədə bir ildən tez gedib nigahın pozulması ilə bağlı müraciət edə bilməzsiniz. Bizdə belə məhdudiyyət yoxdur. Türkiyədə ümumiyyətlə səbəbi araşdırırlar boşanmanın. Türkiyədəki səbəblər, bəli. O səbəb yoxdursa, Türkiyədə məhkəmə nigahın pozulması haqqında boşanmaq dediyini rədd edir. Və bir ildə vaxt, bir il ərzində əgər bunlar bir araya gəlmirlərsə, yenidən iddia verəndə o məsələyə təzədən yenidən baxıla bilər. Bəli. Nə üçün biz Türkiyə Respublikası bizə daha yaxındır da? Düzdür. Həm də mentalitet anlayışı. Bizim adət-ənənəyə də yaxındır. Biz nəyə görə onların təcrübəsindən bəhrələnməməliyik? Niyə onların qanunvericiliyində bizə uyğun müddalardan, normalardan istifadə etməməliyik? Düzdür. Bu çox, mən düşünürəm, vacib məsələlərdir. Və nigaha daxil olan gənclər, indi ümumiyyətlə nigaha daxil olan şəxslər, ola bilər gənc olmasınlar, bu şəxslər bilməlidirlər ki, bu çox ciddi bir münasibət yaranır, rəsmi nigaha daxil olmaqla, bir ailə yaranır və gələcəkdə də bu nigahın, məsələn, nigahın pozulması elə də asan olmayacaq. Orada bir hüquqi məsuliyyət institutu müəyyənləşdirilməlidir. Bizdə Ailə Məcəlləsində hüquq məsuliyyəti yoxdur. Yoxdur, bəli. Bizdə xəyanət anlayışı yoxdur. Yoxdur ümumiyyətlə, düzdür. Halbuki olmalıdır əslində. Mənim fikrim odur ki, olmalıdır. Mütləq şəkildə. Bu ən mühüm məsələlərdən biridir. Şəmsə xanım, bilirəm ki, siz mediator kimi istəyərdim bu əslində qiymət verəsi bu hala. Ümumiyyətlə bilirik ki, bizdə boşanma cəmiyyətdə çox hələ də kritik yanaşırlar və insanlar bir-birini qınayırlar bu vəziyyətdə və düşmançılığa çevrilir həqiqətən. Bu yaxında sosial mediada bir ifadə oxumuşdum ki, Azərbaycanda, daha doğrusu Avropa ölkələrində evlilik bir tanqoda, Azərbaycanda bir yallı rəqsinə bənzəyir. Yəni bütün nəsil bir-birinə qarşı boşananda. Amma mənə maraqlıdır ki, bəs mediasiyada belə bir düşmançılıq vəziyyəti yarananda bu tərəfləri açıq danışığa nə formada siz təşviq edirsiniz? Bu nə dərəcədə mümkün olur? Mediasiya xidmətində boşanmada biz nikahın ləğvini qoymuruq heç bir zaman. Düzdür, adı var ki, nikahın ləğvi, amma nikahın ləğvi yoxdur belə. Bizdə əsasən nədir? Uşağın yeri müəyyən edilməsi, kimlə qalacaq, uşağın xaricə çıxması, yəni birbaşa nikahın ləğvi mediasiya xidmətində yoxdur elə bir anlayış. Lakin məhkəmədən fərqli olaraq necədir bizdə? Biz deyir daha rahatdır da bizim, siz deyirsiniz ki, rahatçılıqla boşanır, amma mediasiyada daha rahatdır boşanmaqda. Nəyə görə? Zəng eləyirik, qarşı tərəfi dəvət eləyirik və o vaxtı bildiriş göndərmir ki, məsələn, filan tarixdə, filan saatda gəl ginən. Qarşı tərəfdən giririk söhbətə ki, nə vaxt sizə qane eləyər bizə gəlməyə. Hər iki tərəfdən bəli, danışırıq, razılaşırıq. İş saatından sonra da ola bilər. İnsanlar var ki, 18-dən sonra işdən çıxarlar, saat 6-dan sonra çıxırlar. Biz onlardan razılığa gəlirik və ondan sonra onları qəbul edirik. Və hər bir şəxs görürük ki, bəzən görürsən ki, mübahisə tutmur, ya qarşı tərəf öz fikrini, ona lazım olan önemli fikrini çatdıra bilmir, onda konfidensial keçiririk. Yəni ayrı-ayrılıqda. Və biz ümumiyyətlə, nigahın ləğvini mediasiya əleyhinədir.
Biz çalışırıq daha çox, o deyirik, sülh məramlı xoşlayırıq ki, daha çox bir-birindən artıq barışsınlar. Barışıq sazişi. Yəni mediasiyada bu mümkündür. Mümkündür, bəli, barışıq sazişi və daha çox biz o tərəfə, o istiqamətdə gedirik. Mən bir vəkil kimi deyə bilərəm ki, məhkəmədə iki tərəfin barışdırılması qəliz məsələdir. Yox, Çox məhkəmədə düşmancasına siz keçir. görürsünüz ki, biz çalışırıq ki, düzdür, mediasiya moderator vəzifəsini daşıyır. Biz yönəldə bilmirik, biz qərar vermirik. Qarşı tərəflər özləri qərarlarını gəlirlər, öz qərar verirlər. Lakin mediasiyada elədir ki, sülh yolundan özləri razılığa gəldiklərinə görə o daha çox dayanıqlı olur o saziş. Daha Çünki tez olur. daha çox, bəli. Ona görə ki, razılığa gəlirlər özləri artıq. Tərəf özləri deyir ki, məsələn, mən uşağa bu qədər verəcəyəm, uşaq mənim yanımda bu qədər qalacaqdır. Xaricə çıxmasını da, daha çox, məsələn, bəzən görsən nənələr, babalar gəlirlər daha çox. Ona görə mediasiya xidmətindən daha çox məmnun qalırlar, nəinki məhkəmədə. Məhkəmədə hər bir şəxs bilirsiniz ki, tərəflər çıxanda aqressiv çıxırlar artıq. Və biz, düzünü desək, mediasiyanı o şeyə razıyam ki, çünki boşananda, düzdür, deyirsiniz, hüquqşünas kimi, hüquqşünaslıqdan da öncə mən anayam, mən qadınam. Fikirləşirəm ki, boşananda da nəzər almaq lazımdır ki, hardasa sizin övladınız varsa, deyirik, hardasa bir xeyir iş olacaq, üz-üzə gələcəksiniz. O nöqteyi nəzərdən mən istəmərəm ki, onlar narazı çıxsınlar, bir-birindən küsülü vəziyyətdə olsunlar. Yəni, hardasa bir fikrə gəlsinlər. Bacardıqları qədər kompromisə gəlsinlər. Əslində, mən uşaqlara dair bu boşanmada xüsusi bir yer istəyirəm ki, biz üçümüz də ayıraq. Çünki özüm də təcrübəmdə hər dəfə görürəm ki, boşanan insanlar, məhz ən çox da analara, qadınlara şamil olunur bu hallar. Niyəsə düşmançılıq səviyyəsinə keçirdilər və uşaqlardan istifadə edərək belə bir şantaj üsuluna keçirlər. Ataya görüş icazəsi vermirlər. Bunu niyəsə məhz alimentin ödənilməməsinə çox vaxt çıxardırlar və s. Yəni düzdür, atalar tərəfindən də bu hallar olur, amma daha çox analardan mən görürəm bu vəziyyəti. Mən hər zaman özüm də vəkil olaraq öz müvəkkillərimə məsləhət bilirəm ki, heç bir zaman uşağı alətə çevirməyin və bu çox ciddi travmalar qoyur. Amma indi nə dərəcədə bunu boşanan ərəfədə özləri yaşayan travma böyüklər qəbul edib, analiz edib, həyata keçirilir, bu ayrı məsələ. Bu halda mən istəyərdim yenə hər ikinizə bu sualı verim ki, Elman, birinci sizdən cavab alım. Yəni boşanma ərəfəsində bu uşaqlara dair hüquqlar sizcə bu ailə məcəlləsində nə dərəcədə düzgün tənzimlənir? Varmı burada sizin fikrinizcə bir boşluq, qanunvericilik cəhətindən? Uşaqlara münasibətdə hörmətli kolleqam dedi bir qədər əvvəl, nikahın pozulması, boşanma ən çox zərbə vurduğu, xüsusi psixoloji cəhətdən xüsusilə qeyd etməliyəm, bu uşaqlardır. Yəni, çox ciddi travma alırlar bu uşaqlar, xüsusən də münaqişəli olanda ailə. Bizim ailə qanunvericiliyində uşaqlarla bağlı valideyn-uşaq münasibətləri, ondan sonra digər qohumlarla da uşaqların münasibətləri tənzim olunur. Bir çox bununla bağlı müddəalar nəzərdə tutulub. Əlbəttə, indi orada qanunvericilikdə mən deməzdim ki, bu sahədə məhz ciddi boşluqlar var. Yəni, burada uşaqların hüquqlarla bağlı kifayət qədər normativ tənzimləmə var. Amma praktikada bəzən rastlaşırıq müəyyən məsələlərlə. Tutalım, diqqət etsəz, uşaqla ünsiyyət məsələləri var. Nikah pozulması zamanı, hətta bu yeni dəyişikliklər edildi, plenum qərarına bu məsələ ilə bağlı nikahın pozulması və nikahın pozulması zamanı həll edilən məsələlərlə bağlı. Uşaqların ananın və ya atanın yanında qalma məsələsinin həll olunması necə həyata keçirilir və eyni zamanda da uşaqdan ayrı qalan valideynin sonradan bu ünsiyyət məsələsi necə olacaq? Plenumun qərarında olan yeni dəyişikliyə görə bu artıq bir məhkəmə araşdırması, yəni bir məhkəmə icraatında baxıla bilər eyni vaxt. Sadəcə burada ikinci bir sual çıxır ortaya. Bu ünsiyyətlə bağlı çox təəssüf ki, məhkəmə qətnamələrində, hamısında yox, bəzilərində bunun necə həyata keçirilməsi mexanizmi əks olunmur. Məsələn, uşaq ondan ayrı yaşayan valideynlə necə ünsiyyətdə olacaq? Harada ünsiyyətdə olacaq? Ən maraqlısı odur ki, o saatları müəyyən edirlər orada da. Məsələn, həftənin hansısa bir günü və yaxud günləri bu ayrı yaşayan valideynlə müəyyən saatlarda görüşəcək. Bəli. Bu saatları necə müəyyən edirlər?
Bunu qanunvericilik tənzim eləmir. Daha çox analar deyirlər də cədvəl uşağın cədvəlinə Bizə görə. orada sual nədən ibarətdir? Bu bizim Ailə Məcəlləsi Qaymıl Himayəçilik Komissiyasına göndərir bu məsələnin həlli. Ekspertiza. Məsələn, onlar da yazır ki, şənbə günü uşaq, misal üçün ata ayrı yaşayırsa, ata ilə şənbə günü görüşəcək saat 12-dən 6-ya qədər. Bu 12-dən 6-ya qədər bu zamanı, bu vaxtı buna necə müəyyən edirlər? Bunun kriteriyaları nədir? Yəni sadəcə otururlar, bu rəqəmlər xoşlarına gəlir deyə yazırlar, yoxsa onun nəyinsə əsasında müəyyənləşdirirlər. Mən bu yaxında bir icraatında bir iş var idi, orada Qaymıl Himayəçilik Komissiyasının, ad çəkmirəm hansı qurumun, icra hakimiyyətlərindən birinin, Bakı şəhər rayon icra hakimiyyətlərindən birinin, Qaymıl Himayəçilik Komissiyasının verdiyi bir rəydir. Yazır ki, cümə günləri uşaq ata ilə saat 11-dən saat 2-yə kimi görüşə bilər. Cümə günü ata işləyir. Bunun nahar fasiləsi də saat 1-dən 2-yə qədərdir. Bax, bunu müəyyən edəndə düşünmürlərmi ki, bu 11-də işdə olacaq və gəlib öz övladla görüşə bilməyəcək. Mənim sözümdə bu əsaslandırılmalıdır bu məsələ. Bəli. Məsələn, bununla bağlı, əlbəttə siz soruşdunuz boşluq, o boşluqlardan biri budur. İkincisi, uşağın ölkədən xaricə çıxarılma məsələsi. Bu hal-hazırda çox sadələşdirilib. Yəni, əvvəllər bilirsiniz ki, bununla bağlı indi müvəqqəti təminat tədbiri kimi də bu düzdür, orada şərtlər var, ciddi şərtlər var. Bəli. Amma ünsiyyətə verilir, valideyn, ayrı yaşayan valideyn, daha çox bu atalar olur da ayrı yaşayan təcrübədə. Bu uşağı ilə ünsiyyətdə olmaq istəyir. Ona da götürür uşağı gedir xarici ölkəyə. Və uzun müddətdə gəlməyəcək. Belə halda atanın bu ünsiyyət məsələləri necə həll olunacaq? Bizim Azərbaycan icra məmurları bunu necə təmin edəcəklər? Çıxdı, getdi və gəlmədi. Qətnamə qəbul edilib, atanın razılıq olmadan çıxara bilir xaricə. Bəli. Və bu da getdi, bir daha qayıtmadı. Bu məsələlər mən düşünürəm ki, bunların üzərində başqa problemlər də var. İndi hörmətli kolleqam da yəqin deyəcək. Uşaqla bağlı məsələlər, alimentlə bağlı məsələlər. Bir qayda olaraq o yaşayış minimumu əsas götürülürdü. Bəli. Bugünə qədər. Amma bizim plenum qərarında ki, dəyişiklik, son dəyişiklik, bu məsələnin artıq indi müsbət halda qeyd etməliyik. Bu məsələnin artıq həlli sahəsində çox ciddi bir işdir. Minimum əmək haqqı ilə başladılar onun hesablanması və bu da nəticədə artıq o indeksasiyası rahatlaşdı. İcra mərhələsində icraatı ilə bağlı məhkəməyə müraciət olunur. Bilirsiniz 8 kodu ilə. Artıq bu daha sadə formada ayrıca iddia qaldırmağa ehtiyac yoxdur. Ayrıca məhkəmə prosesi olunur. Bu da sadələşdirildi. Bu halda qeyd etmək lazım. Mən düşünürəm ki, bəli, bu qeyd etdiyim məsələlər, problemlərlə əlaqədar mütləq şəkildə təkmilləşdirilməlidir. Qanunvericilikdəki bu boşluqlar aradan qaldırılmalıdır. Yəni uşaqlara qarşı gələndə istəyərdim ki, Şəmsül xanım, mediasiyada bəs nədir vəziyyət? Deyəcəkdim ki, mediasiyada artıq hamısı bu boşluqlar nəzərə alınıb. Çünki artıq uşaq xaricə çıxanda da özündən razılıq alır, tərəfdən razılıq alır. Aliment müəyyən olunanda da artıq. Çünki məndə bir hadisə vardı, məsələn, tutalım ki, düzdür, bəzi hüquqşünas üçün mediator işləmək biraz çətindir. Nəyə görə? Mən deyim, bəzi hallarda məsələn görürsünüz ki, qarşı tərəf gəlir, deyir 1000 manat əmək haqqı alıram. Onun 600-ünü bir uşağa verirəm. Görürsən ki, xanım razılaşmır. Deyir, yox, azdır. Amma biz hüquqşünas kimi daxilimizdə bilirik ki, də bu nə deməkdir. Ancaq daxil ola bilmirik. Və çalışıram ki, 2-3 mediasiya prosesindən sonra artıq izah eləyəsən ki, buna sualları elə yönəldəsən, elə şeyəsən ki, xanım razı qala. Və həqiqətən də eləsi olub ki, geri sonra vəkillə danışıb məsləhətləşəndən sonra zəng edib təşəkkür ediblər ki, çox sağ olun falan. Yəni əslində 1000 manatı alan adam üçün 600 manat aliment kifayət qədər yaxşı bir alimentdir. Yaxşı bir məbləğdir. Çünki əmək haqqına yönəltsə həmin şəxsə və eyni zamanda da mediasiya məsələn biz saziş bağlayırıqsa tutalım ki, 500 manat bu ay. Siz dediyiniz kimi artıq əmək haqqı artdıqca, hər il müəyyən bir məbləğ artdıqca, zəmbil artdıqca, artıq yaşayış minimumu artdıqca və indeksasiya ehtiyac yoxdur. Və verilməklə məhkəməyə ehtiyac yoxdur. Mediasiyadan sonra bir daha özü artıq o aliment özü indeksasiya olunmuş vəziyyətdə gəlir.
Bəs az yaşlı uşaqlara, yəni bunların ümumiyyətlə məsəl üçün iştirakı olurmu mediasiya prosesində? Kimin yanında qalmasını çağırıb soruşurlarmı? Bu nə formada keçir? Bəzi hallarda olur. Düzün desəm, mən bəzi hallarda özüm hətta video ilə də çalışıram. Uşağı çünki gətirəndə bilirsiniz ki, kənar mühit, kənar şəxslər, biraz uşaq tutulur. Onun da o uşaq üçün stressdir də böyük. Valideyn ümumiyyətlə ayrılanda bilirsiniz ki, ən böyük stress elə evlad olur da, övlad üçündür. Bəzən görürsən, ona görə video ilə hərdən bağlantı yaradıram. Bəzən görürsən ki, 15 yaşı, bu yaxında bir nəfər var, 15 yaşında, anası deyir mənimlə qalır, atası deyir yox mənimlə qalır. O məcbur idim uşağın özünlə konuşam, danışam ki, görüm kimlə istəyir. Bəzi vaxtda şübhə yarananda ki, görürəm ki, təzyiqlər var iki tərəfdən də, o zaman psixoloq dəvət edirik biz. Ki, psixoloq qiymət versin ki, bu adam kimlə qalsa daha yaxşıdır. Çünki düzdür, nə qədər pedaqoji dərsimizdə olsa, pedaqoji bəlkə düz şey olsa da, dərs demişəm neçə illərimə, yenə də psixoloqun yerini verə bilmərəm mən heç bir zaman. Psixoloq onu başqa cürə artıq soruşur, qiymət verir və o psixoloqun rəyini biz nəzərə alırıq. Mən üzr istəyirəm. Burada mediatorun çox təəssüf ki, imkanları məhduddur. Burada gərək tərəflər razılaşsın ki, o psixoloq gəlirsə, hər iki tərəf bu psixoloqun, mütəxəssisin burada iştirakını gərək qəbul eləsinlər. Biri narazı olsa, siz artıq orada psixoloqun rəyini nəzərə ala bilməyəcəksiniz. Və bu alimentlə bağlı hissədə də, bilirsiniz, minimumdan həmişə götürülməməlidir. Minimum əmək haqqı elə də böyük deyil. Yəni, mən nəyə nəzərdə tuturam? Hər iki valideynin maddi imkanı nəzərə alınmalıdır. Onların uşağın xərclərində, bu nigahın pozulmasına qədər ki, bunlar uşağın xərclərində iştirak ediblər və ümumiyyətlə öz xərcləri də bir məhkəmə tərəfindən xüsusilə tədqiq edilməlidir. Plenum qərarında bu məsələyə toxunublar. Yəni, tədqiq olunmalıdır ki, bunların xərcləri nə qədərdir? Bir də görürsünüz ki, xərclər kifayət qədər yüksəkdir. Belə halda bunları nəzərə almalıdır məhkəmə və alimentin məbləği də hər zaman minimumdan ölçülməməlidir. Yəni, uşağın ehtiyacları var, bunlar ödənməlidir. Mənim təcrübəmdə elə keyslər olub ki, baxırsan, uşaq boşanma, nigaha xitam verilənə qədər özəl məktəbdə, yəni təhsil ödənişli alıblar, amma boşanma ərəfəsinə gələndə atanın əmək haqqına baxırsan ki, rəsmi əmək haqqı əlbəttə ki, daha azdır, nəinki uşağın elə təhsil haqqının ödənişi. Yəni, bu məsələlər, məsəl üçün, hələ də aktualdır, bunlar da qalırlar və çox sevindirici haldır ki, artıq Ali Məhkəmədə də bu plenum qərarından sonra uşağın boşanma prosesinə qədər olan yaşayış tərzinə də baxılır və əgər uşaq doğrudan da ayrı bir xüsusi məktəbdə oxuyub, ödənişli təhsil alırdısa, boşandıqdan sonra da onun davam etməsi tövsiyə olunur ən azından və məhkəmə də bu halları araşdırır. Yəni, mən düşünürəm ki, bu da mahiyyətcən təsir edici bir önəmli rol daşıyır əlbəttə ki. Və mən hesab edirəm ki, ən vacib məsələlərdən biri, dediyim kimi, bir vəkil kimi Azərbaycan cəmiyyətində boşanma ərəfəsində doğrudan da qohumların, yaxın qohumların, xüsusən valideynlərin təzyiqi çox yüksək olur. Oğlan tərəfdən də, qız tərəfdən də. Yəni, ər-arvad qanunvericiliyi bu statusu ər-arvad deyirlər. Hər iki tərəfdən də təzyiqlər mövcud olur və bəzən mən özüm belə məhkəməyə boşanmaya gedəndə görürəm ki, xanım özü gəlmir, ya anası, ya atası, ya da hər ikisi gəlib iştirak edirlər və bəzən xanım özü deyir ki, mən çox da boşanmaq istəmirəm, amma artıq atam ya da anam bu halı qəbul eləmirlər. Bu da çox çətin bir məsələdir və mən burada İmam müəllimin fikrinə qatılıram ki, həqiqətən də səbəb araşdırılsaydı prosesdə və ən azından bu halları müzakirə eləsəydilər, yəqin ki, bəlkə də boşanmaların bu vəziyyətdə qarşısı alınmış olardı. Amma ilkin sualım bu qohumlarla əlaqəli mediasiya prosesində necədir Şəmsü xanım? Yəni, mediasiyada qohumların iştirakı icazə verilirmi və yaxud tərəflər gələndə mən bilirəm ki, etibarnamə ilə də təmsil olunurlar. Çox vaxt yəni mediator bəlkə də təşviq eləyir ki, yox, elə tərəflər özləri iştirak eləsin böyük ehtimal. Biz eləyirik, tərəfləri tələb edirik. Ana ilə, ata ilə gələndə, yəni boşanan tərəflər. Ana ilə, ata ilə bəzən gələndə valla çalışırıq ki, biz konfidensial deyirəm, bir daha keçiririk də, biz çalışırıq ki, onlar artıq kənarda olsun, ancaq daha çox tərəflərlə söhbət apararıq. Daha çox onları dinləyirik ki, nə istəyirlər. Çünki məhkəmədə ola bilər ki, məsələn, elə bir sualları var ki, önəmlidir onlar üçün. Amma predmetə aid deyil deyən, iddia aid deyil deyən, məhkəmə dinləməyəcək onları. Lakin mediasiyada elə deyil, mediasiyada dinlənilmə var. Ona görə deyirəm, mediasiya daha çox üstündür. Mən fikirləşirəm ki, mediasiya xidmətin yaranması da həqiqətən də böyük şeydir bizim üçün, dövlət üçün.
Bəli, statistikaya görə mən də görmüşəm Aha, ki, barışıq dedim ki, sazişlərin bir 50% Bəli, mediasiya. hər bir şəxs dediyim kimi mediasiyadan çıxanda artıq məmnun qalır. Nəyə görə? Çünki artıq elə şərait yaradırıq. Bəzən görürsən deyə çay masasının arxasında otururuq, ev şəraiti yaradırıq. Yəni ki, məhkəmədən fərqli olaraq biz qərarı biz vermirik, onlar özləri verirlər son qərarı. Yəni dialoqa açıq. Bəli. O ki qaldı valideyni gəlməyinə, eləməyinə. Bilirsinizmi, bizim də milli mentalitet var da, yəqin ki, razılaşarsınız. Hər bir valideyn evladı, o deyir, hətta 40 yaşında evladı deyir, uşaqdır. Yəni onu o vaxta qədər hər zaman onu çalışır dəstəkləməyə öz evladını. Ona görə də hər zaman çalışır ki, yanında gəlsin. Nə bilim, ictimai qınaqdan uzaq olsun uşaq. O da artıq bizim milli mentalitetimizdir də. Amma yenə də tərəfləri ayrıca dinləyirsiniz. Bəli, tərəflər ayrıca dinləyir. Əgər vəkillə gəlibsə, vəkilin mütləq mediasiya xidmətində iştirak etməsinə görə etibarnaməsi olmalıdır. Əks halda o yaxın buraxılmır mediasiya prosesinə. Elman müəllim, siz də vəkil olaraq necədir? Yəni atalar, analar müdaxilə edə bilirlərmi, yoxsa tərəflər özünüz? Mediasiya fəaliyyəti çox əhəmiyyətlidir. Çünki o məhkəmədən öncə bu bir proseduru keçməlidirlər. Çünki bilirsiniz, ailə mübahisələrlə bağlı mütləq mediasiyadan keçməlidir. Məcburidir. Orada da mediatorun üzərinə böyük bir məsuliyyət düşür ki, o tərəflərin razılığa gəlməsi üçün bütün tədbirləri görsün. Yəni onun səlahiyyəti çərçivəsində. Amma məhkəmə araşdırması zamanı, yəni iş gedib məhkəməyə çıxdıqda, məhkəmədə də hakimin vəzifəsi odur ki, tərəflərin barışığı üçün bütün şəraiti yaratsın. Yəni bu tək mediasiyaya aid deyil, həm də məhkəmənin vəzifəsi. Bilirsiniz, nikah, bu rəsmi nikahdan söhbət gedir. Nikah tərəflərin, yəni bəylə xanımın könüllü ittifaqı olmalıdır. Hər ikisi bunu istəməlidirlər. Əgər bunu valideynlər, bu nikahı valideynlərin təsiri ilə gedib belə bir nikaha daxil olurlarsa, çox hallarda təcrübədə bu nikah sonradan pozulur. Və böyük bir problemlər də ortaya çıxır. Çünki valideynlər istəyirlər bu ailəni idarə etsinlər. Mən təcrübəyə istinadən deyirəm. Və burada artıq münaqişə yaranır və nəticədə gəlib çıxır məhkəməyə. Hörmətli kollega bildirdi ki, biz ilk növbədə özlərini dinləyirik. Bu belə də əslində olmalıdır. Çünki qohum əqrəbəni dindirmək lazım deyil, yaxud da dinləmək lazımdır. Bilavasitə özlərini dinləmək lazımdır. Şərait yaradılmalıdır ki, onlar özləri öz məsələlərini həll etməyə çalışsınlar. Mən bir misal gətirəcəyəm. Tez-tez istinad edirəm Türkiyə, çünki Türkiyənin mən düşünürəm ki, qanunvericiliyi, ailə qanunvericiliyi daha təkmildir. Məsələn, orada nikahın pozulması ilə yanaşı ayrılma qərarı verilir. Çox maraqlı məsələdir. Yəni, ayrılma qərarı nikahı pozmaya da bilərlər. Müvəqqəti tədbir kimi hakim qərar, bəli, hakim qərar nikahın pozulmasına qərar verməyir. Onun əvəzinə ayrılma qərarı verə bilər. 1 ildən 3 ilə qədər ayrı yaşayın deyir. Bu 1 ildən 3 ilə qədər bunlar ayrı yaşayırlar və əgər bunlar bir araya gəlmirsə, ondan sonra nikahın pozulması haqqında qərar qəbul edilə bilər. Görün, nə gözəl şərait yaranır. Çünki bunlar ayrı qalanda sonradan bunların bir yerə gəlmə məsələsi olur. Düşünə bilirlər. Bu ayrı qaldıqları zaman bəlkə də fikirlərini dəyişəcəklər. Arada uşaqlar da var. Belə maraqlı orada tədbirlər var. Siz indi bir statistikaya nəzər salmısınızmı ki, boşanma orada azdır, çoxdur Türkiyədə? Bilirsiniz, bizə münasibətdə, məsələn, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinə bağlı, qeydiyyat şöbəsinin verdiyi məlumata görə, misal üçün, 2020, mən gəlməmişdən qabaq diqqət eləmişdim, 2024-cü ilin ilk ayında 3500-dən çox nikaha daxil olan şəxslər var. Və nikah pozmalar da 2000-ə yaxındır. Və Türkiyədə nikahın pozulma proseduru asan deyil, çox çətindir. Orada nikahın pozulmasında, mən bir qədər əvvəl Salih xanım qeyd elədi, orada səbəblər birbaşa qanunda göstərilir. Ki, bu səbəblər olmasa, məhkəmə heç iddianı qəbul edəməyəcək, o iddiaya baxır. Boşamır yəni. Və o nikahın pozulmasından bağlı iddianı rədd edir. Ona görə nikaha daxil olan şəxs düşünür ki, mən rəsmi nikah bağlanandan sonra mənim üçün evdə asan olmayacaq. 100 dəfə düşünür və sonra qərar verir. Bəli.
Bu baxımdan orada nikah pozmaların sayı bizdəki kimi deyil. Yəni düzdür, o biz götürsək çox Türkiyədə bilirsiniz də əhalinin sayı çox həddən artıq. Əlbəttə. O cür nisbətdə götürsək əlbəttə Nisbətən çoxdur. faizi çoxdur. Amma statistik tədqiqat aparılsa, məsələn nə qədər nikah daxil olan var, nə qədər nikah pozulan şəxslər var, onda siz görəcəksiniz ki, bizdə məsələn bu artım baş verir. 2000-də Dövlət Statistika Komitəsinin məlumatına bir diqqət eləsəz, internetdə var bu barədə, son 20 ildə, 30 ildə nikah pozmaların sayının artması ilə bağlı. Onlarda da mediator var, qardaş Türk ölkəmizdə və arabulucu deyilir. Yalnız onlarda fərqli odur ki, orada könüllüdür, məcburi deyil. Bizdə də var könüllü və məcburi. Amma məsələn, ailədə əmək artıq məişət işlərdən, mübahisələrində artıq bizdə məcburidir. Türkiyənin özündə müqayisə üçün deyirəm də, çünki yaxşı olardı ki, biz, yenə deyirəm, bu ailə qanunvericiliyi təkmilləşdirilsin. Orada kompensasiyalar, nafaka adlanan aylıq ödəmələr, bunlar çox geniş tətbiq edilir nikah pozma zamanı. Və mən qeyd edim ki, hüquq məsuliyyəti də var. 24-cü ildə düzdür, cinayət hesab edilmədi, yəni orada cəza qanununa görə, xəyanətə görə, hətta o cəza qanununda cinayət hesab edilirdi. O aradan qaldırıldı, amma ailə qanunvericiliyində hüquq məsuliyyəti kimi nəzərdə tutulur. Hüquq məsuliyyətinin əsası kimi, məsələn, xəyanət. Buna görə kompensasiyalar ödənilir. Və yaxud ailə evlilik sarsılırsa ciddi şəkildə və nikah pozulursa, boşanma baş verirsə, bu yoxsulluğa görə də nafaka ödənilməsi nəzərdə tutulur. İndi mən bir qədər aydın izah edeyim də. Məsələn, mənim icraatımda çox işlər var və elə olur ki, məsələn, bir xanım 25 il, 30 ildə evli olub. Və bu xanımın övladları da var, bu övladlar artıq yetkin yaşına çatıblar, özləri ailə qurublar, öz ailələrlə ayrı yaşayırlar. Və ər nikahın pozulmasını istəyir, müraciət edir, nikah pozulur, gənc bir xanımla gedir, ailə qurur. Bu xanımın da hardasa 50-dən çox yaşı var. İndi bu xanım həyatı necə davam edəcək? Heç vaxt işləməyib. Yalnız uşaqlarına və ərinə baxır. Çox acı reallıqdır uzun illər. Azərbaycanda. İndi də 50 yaşından artıq çoxdur, 50 yaşını keçib. Bu vəziyyətdə gedib yenidən işə başlaması falan çətindir. Türkiyədə bu da nəzərə alınır. Ki, onun maddi imkanları yoxdursa və ərin maddi imkanları varsa, o yoxsul vəziyyətindədirsə, ona kompensasiya ödəyir hər ay. Nafaka deyirlər, ona hər aylıq ödənişlə. Maraqlı müddalar var. Mən düşünürəm ki, bizdə belə bir işçi qrupu yaranarsa, ki, deyək ki, bizi dinləyirlər və bu işçi qrupuna bu sahəni bilən, empirik bir bazası olan, həmçində bu tədqiqatlar aparmağı bacaran insanlar, mütəxəssislər, hüquqşünaslar, mən düşünürəm ki, bu işçi qrupda iştirak edə bilərlər və ailə qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində böyük işlər görülə bilər və mən hesab edirəm ki, bu çox zəruridir. Yəni bizim öz ailə qanunvericiliyimiz olmalıdır. Rusiyadan götürüb, fərqli olmalıdır. Rusiyanın adət-ənənəsi tamamilə fərqlidir bizdən. Yəni orada olan müddaları biz olduğu kimi götürüb köçürmüşük ailə məcəlləsinə. Belə olmaz. Mən həmkarımla razı deyir, ayrılandan sonra qarşı tərəf işə düzəlməsi var, xanım işə düzəlməsi, uşağın və övladın anasının işə düzəlməsi var. Hal-hazırda bir balacada bir təri olsa, çıxsa da, səslənsə də 50 yaşından, 55 yaşından sonra çox insanları işə götürmürlər. Əsasən də şirkətlər, firmalar çox 55 yaşından sonra işə götürülmür. Düzdür, mən hərdən deyirəm ki, bizə bir mediasiyada valla mən həmişə razılıq eləm o nəyə görə ki, 300-dən artıq iş yeridir də mediator. 300-dən artıq mediatorumuz var. Lap belə 390 deyə statistika, ya 90-ını çıxaq, 300-ü hal-hazırda fəaliyyət göstərir. Bu 300 ailə deməkdir də. Yəni iş çətin tapılır bilirik ki, hamımıza. Və boşananda o 50 yaşında tutalım ki, xanım, valla qəlbdən cavan da olsa, gənc də olsa, hər nə olsa, 55 yaşından sonra çox çətindir iş tapmaq. Çətinlikdən başqa bizim ailə qanunvericiliyi yazır ki, qeyd edir ki, orada göstəriş var ki, əmək qabiliyyəti olmayan şəxs aliment tələb edə bilər, ər ya arvad. Bəli. Ona görə də bunu əlaqələndirirlər ki, bunun əmək qabiliyyəti varsa, geçsin işə düzəlsin, işləsin. Amma siz çox düzgün vurğulayırsınız ki, o yaşdan sonra işlə təmin olunmaq çox çətin olur və işləməsi də çətin olur artıq. Müəyyən yaşla bağlı müəyyən problemlər də yaranır. Yenə də biz fikirləşirik ki, ən vacib məsələ qanunvericiliyin bu məsələdə təkmil olmasıdır
və kolleqam da çox düzgün vurğuladı. Ailə Məcəlləsinə artıq həqiqətən də dəyişikliyə mən də düşünürəm ki, ehtiyac var və bu məsələlər ilk növbədə səbəbin araşdırılmaması bu bizim üçün ciddi bir problemlər yaradır bir cəmiyyət olaraq və bu sosial anlamda düşünürəm ki, hər iki nəfər də boşanmaya qərar verəndə bir uçuruma gətirib çıxardır yekun olaraq. Mən hər ikinizə təşəkkür edirəm. Düşünürəm ki, maraqlı məqamlara toxunduq bu gün. Ən azından faydalı bir fikirlər paylaşmış olduq. Hər kəs də dinlədi. Ümid edirik ki, ümumiyyətlə boşanmaların sayı çox azalacaqdır və bu sahədə bəlkə də heç vəkillərə artıq ehtiyac qalmayacaqdır. Eyni mediatorlara da. Biz təşəkkür edirik. Çox sağ olun. Verilişimizin sonuna gəldik. Artıq gələn həftə yeni rubrikada görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.